Əziz qardaşlar, əqidə dərsindən Allahı Cəllə Cəlaluhu axirətdə görmə. Allahı görmə məsələsi də tarixdə müsəlmanlar arasında mübahisəyə səbəb olan mövzulardan biridir. Yəni biz Allahı görmə məsələsini necə başa düşməliyik? Məsələn, biz hər hansı bir cismi, hər hansı bir canlını görərkən onu müəyyən bir məsafədə görürük, müəyyən bir məkanda görürük. Dediyimiz kimi, müəyyən bir məsafədə, müəyyən bir məkanda, yəni sağı, solu, irəlisi, gerisi, önü olan bir varlıq kimi görürük. Allahı görmək isə bundan tamam başqa bir şeydir. İnşallah oxuduqca mövzu aydın olacaq Allahın izniyle. Demək, məkansız olmadan, yəni əhatə, yəni məkansız olmadan keyfiyyəti, yəni necəliyi bilinmədən cənnət əhli üçün Allahı görmək haqdır. Məkan olmadan necədir? Yəni necə, hansı bir şəkildə görüləcək Allah? Bu necəlik bilinmədən Allahı axirət günü müsəlmanların bir qismi görə biləcək. Rəbbimiz Cəllə və Alə kitabında xəbər verdiyi kimi o gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır. Bu ayənin təfsiri Allahın iradəsi və elmi üzrədir. Bununla bağlı Allah Rəsulundan sallallahu aleyhi və səlləm gələn bütün səhih hədislər onun buyurduğu kimidir. Mənası iradə etdiyi kimidir. Yəni Allah necə bunu iradə edibsə, mütəşabih ayədir. Anlaşılması İnsanların tam mənası ilə anlaması çətin ayələrdəndir. Şərhində yazır ki, yəni axirətdə xeyirxah insanların gözləri ilə uca Allahı görməsi haqdır. Onu bir məkanda və bir istiqamətdə yaxud görən kəslə Allah Taala arasında məsafə olmadan görəcəklər. Keyfiyyətsiz sözündən məqsəd görmənin əsasına inanmaq və onun necəliyi ilə məşğul olmamaqdır. Bizim vəzifəmiz Quranda Allahın bildirdiyi kimi, ayədə necə keçsi, bayaq oxuduğumuz ayədə öz Rəbbinə baxacaqlar. Demək ki, müsəlmanlar Allah Taalanı axirət günü görəcəklər, Allaha baxacaqlar. Hədislər də var buna aid. Rasulullah s.ə.v buyurur ki, Allah axirət günü görəcəksiniz. Amma müsəlmanın vəzifəsi onun necəliyi barəsində danışmaq deyildir. Çünki biz bir cismə baxmırıq, biz cismin harda olmasından danışmırıq. Allah cisimdən münəzzəh olduğu üçün bu cür mövzuları biz oxuduq, keçdik. Cisim müəyyən məkanda olan bir varlıqdır, onun sağı solu var, o bir məkanda yerləşir, müəyyən istiqamətdə yerləşir. Ona görə də Allah haqqında belə şeylər olmadığı üçün biz baxdığımız zaman Allahın harda, necə olması barəsində bu keyfiyyətə aid olan suallardır. Ona görə Allah haqqında bu sözləri danışmırıq. İmam, bir sənə oxudum, ona gəlmək şimdi. Belə ki, o sərhədlər içərisində idrak ediləcək cisim deyil. Yəni Allah Taala müəyyən sərhədləri var və biz o sərhədlər çərçivəsində Allahı dərk edəcəyik. Belə bir cisim deyil. Bununla bağlı Allah Taala buyurur ki, gözlər onu görüb dərk etməz, o gözləri dərk edər. Və başqa bir ayə, o gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır. Bu ayənin təfsiri Allah Taalanın iradə etdiyi kimidir. Yəni bunun mahiyyəti Allah Taala necə bilirsə, biz onun mahiyyəti bilmərik. Sadəcə biz bildiyimiz budur ki, müsəlmanlar axirətdə Allahı görəcəklər, o da hər müsəlman yox, təbii ki. Bu ayədə üz sözünə bağlanan baxmaq ləfsi yalnız gözün baxmasına aid olur. Ayədəki baxmaq sözünə gözləmə mənasını verərək Allah Azza və Cəlləni görmək yerinə axirətdə nemətləri gözləmək mənasına yozmaq doğru deyildir. Mütəzilə bu ayəni bu cür öz Rəbbini gözləyəcəklər. Ayə belədir. Vucuhu yevme idin nadira. Yəni bu kəlməni gözləyəcək, baxacaqlar yox, gözləyəcəklər kimi təfsir edirlər. Amma əhl-i sünnətin görüşü baxacaqlar, baş gözü ilə baxacaqlar.
Musa Peyğəmbərin qissəsində Allah Teala buyurur ki, ey Rəbbim özünü mənə göstər. Bu ayədən əldə etdiyimiz Musa Aleyhisselamın Rəbbindən onu görməsini diləməsidir. Ey Rəbbim özünü mənə göstər. Musa Aleyhisselam belə bir sözü var Quranda. Biz Musanın Allah Teala qatında qeyri-mümkün bir şeyin istədiyini güman etmirik. Musa Aleyhisselam Allah Teala'dan qeyri-mümkün bir şeyi diləməz. Onun uca Allahı görmək mümkünlüyünə inanması bir dəlildir. Kim bunu qeyri-mümkün sayarsa, Musaya Allah Teala barəsində cahillik nisbət etmişdir ki, bu da küfürdür. Yəni, Musa Aleyhisselam Allah barəsində cahil değildir ki, belə bir sualı versin. Bu da Musa Aleyhisselama cahillik nisbət etmək olar ki, bu isə küfür sayılır. Yəni, insanı dindən sayılır. Belə ki, Uca Allah buyurur ki, yaxşı işlər görənləri ən yaxşısı və daha artıq mükafat gözləyir. Yaxşı işlər görənləri ən yaxşısı və daha artıq mükafat gözləyir. Peyğəmbərimiz s.ə.v ən yaxşı sözünü cənnətlə, daha artıq mükafat sözünü isə Allah Azə və Cəlləyə baxmaqla təfsir etmişdir. Rasulullah s.ə.v-in təfsir etdiyi bəzi ayələr də var ki, burada bu ayələri demək, mükafat gözləyir sözünü, daha artıq mükafat gözləyir sözünü Allah Azə və Cəlləyə baxmaq kimi təfsir etmişdir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Uca Allah başqa bir ayədə buyurur ki, möminlərin ona qovuşacaqları gün xeyir duaları salam olacaqdır. Qovuşmaq burada görmək deməkdir. Yəni, qiyamət günü möminlər Allah'a qovuşmaq o deməkdir ki, Allah'ı görəcəklər. Qovuşmağı necə izah edəm olar? Yəni, görmək şəklində. Digər bir ayədə, xeyr, həmin gün onlarla Rəbbi arasında pərdə çəkiləcək ayəsində. Hicabın, yəni pərdənin yalnız kafirlərə məxsus edilməsi möminlər üçün pərdənin olmayacağına dəlildir. Əks halda kafirlər üçün olduğu kimi salih kəslərlə Allah arasında bir pərdə olardı. Allah Teala'nı görməyin mümkünlüyünü göstərən buna bənzər ayələr çoxdur. Yəni, ayədə kafirlərlə arasında, Allahın arasında bir pərdə olacaq, buyurur Allah Teala. Möminlərlə də olsaydı, bu nə oldu? Yəni, kafirlərlə eyni tutulmuş olardı. Demək ki, möminlərlə Allah arasında bir pərdə olmayacaqdır və möminlər Allahı görəcəkdirlər. Allah Resulü sallallahu aleyhi və səlləmdən nəql olunan səhih hədisdə buyurur ki, həqiqətən siz qiyamət günü Allahı görməyə şübhə etməyərək gecə bədirlənmiş ay gördüyünüz kimi Rəbbinizi görəcəksiniz. Göydə bədirlənmiş ayınızı görürsünüzsə açıq aydın, elə görəcəksiniz. Burada bənzədilən şey şəkkin və xilafın olmaması baxımından görməkdir. Görünən şeyləri bir-birinə bənzətmək deyildir. Yəni, Rasulullah s.ə.v haradasa Allahı bədirlənmiş aya bənzədərək demir bunu. Yəni, və yaxud da necə ki, ayı bir müəyyən məsafədə görürsünüz, yumru şəkildə görürsünüz, onun bir həcmi var, bu şəkildə görürsünüz. Yəni, Allahı bu şəkildə görəcəksiniz mənasında deyildir. Sadəcə olaraq Allahı açıq aydın görəcəksiniz mənasındadır. Amma onun keyfiyyəti necədir? Bu dedik ki, bilmərik. Çünki o cisim deyildir ki, ona biz hansı bir şəkil verək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, cənnət əhli cənnətə daxil olarkən Allah təbarəkə və teala buyurar ki, ey cənnət əhli, daha bir şey istəyirsinizsə söyləyin, onu da əlavə edim. Cənnət əhli isə deyəcək ki, ey Rəbbimiz, məgər üzümüzü ağ etmədinmi? Bizi cənnətinə daxil etmədinmi? Bizi cəhənnəmdən xilas etmədinmi? Daha nə istəyək? Bunu deyərkən hicab açılır, onlara uca Rəblərinə baxmaqdan daha sevimli bir şey verilməz. Bu da hədislərdə olan, Buxari və Müslimdə keçən, səhih qaynaqlarımızda keçən, Allahı görməklə əlaqə olan hədislərdir. Bu barədə öz rəyimizlə təvil etmirik və zənnə qapılmırıq. Bu cür məsələləri, Allahı görməklə əlaqədar məsələləri biz məsələləri təvil edərək, yəni fərqli yozaraq, fərqli öz zehnimiz, öz zənnimizə qapılaraq izah etmirik deyir. Bu, Allah Teala'nın
öz Rəbbinə baxacaqdır ayəsindəki kəlməsini, ilə kəlməsini, elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız ayəsində olduğu kimi, nemətlər mənasındakı əllə sözünün təki olaraq təvil edən mötəzillərə rəddiyədir. Mötəzilə dediyimiz kimi Allahın axirət günü baş gözümüzlə görə bilməyəcəyimizi deyirlər. Onlar nəzər edəcəklər. Peyğəmbərimiz Allahı gözləyəcəklər mənasındadır. Nəticədə məna belə olur ki, o gün üzlər Rəbbinin nemətlərinə baxacaqlar və onu gözləyəcəklər. Çünki nəzər sözünü cənnətdə ikən hüznü vacib edən intizara, gözləməyə yozmaq həqiqətən uzaq olmaqla bərabər fasiddir, batildir. Gözləmək qızıl ölümdür. Ərəb atasözü də məşhurdur. Yenə bayaq söz deyir ki, burada Allahı gözləmək mənasında yozmaq ayəni doğru bir təvil deyildir, doğru bir izah deyildir. Onları bu fasid təvilə yönəldən öz batil düşüncələri və həlak edici həvəsləridir. Açıq-aşkar doğru yolu tərk etmiş, nəfslərinə tabi olmuşlar. Belə açıqlayanlar. Çünki dinində hər hansı məsələni Allaha Azze və Cəlləyə və Rasuluna sallallahu aleyhi və səlləm həvalə edən kəs özünə şübhəli gələn hər şeyi onu biləndən soruşarsa əmin olar. İmam belə deməklə bunu ifadə etmişdir ki, Allah Teala və Rasulü tərəfindən gəldiyi sabit olan hər şeyə təslim olmaq, hikmətini istər bilsin və ya bilməsin, hər müsəlmana vacibdir, şərtdir. Biz Allah'a inanmışıq, Qurana tabi olmuşuq, Peyğəmbər s.ə.və iman etmişik. Orada bəzi xüsuslar bizi aydın olmaya bilər. Məsələn, Quranda əlif, ləm, mim, mütəşabih ayələrdən, huruf-u müqatta ayələr. Biz onu Qurandan inkar edə bilmərik. Bu da ayələrdəndir. Mahiyyətin başa düşməsək də, amma Allahın sözlərindən deyirik. Quranda bəzi elə ayələr var ki, məsələn, Allahı görmək məsələsi, onun keyfiyyətini biz bilmiriksə, biz ona o demək deyil ki, bu məsələni inkar etməliyik. Hikmətini anlamadığına görə bunu inkar etməməlidir. Çünki insan ağlı Allah Teala'nın hikmətlərini qavramaqda acizdir. Ağıl yaradılan aləmin parçalarından bir hissəsi olduğu üçün rububiyyət hikmətini necə anlasın? Kim dinində sağlam olmaq istərsə, özünə mütəşabih, şübhəli və qarışıq gələn məsələləri Allaha həvalə etsin, çünki əşyaların həqiqətini bilən odur. Buna görə də insan mütəşabih ayələrin təvilində, yəni yozumunda susmalıdır. Lakin bir qrup insan var ki, bu ayələri öz fikirləri ilə açıqlayır. Uca Allahın sifətlərini inkar edirlər. Başqa bir qrup isə Quran ayələrinin zahiri mənasına isnad edərək Allaha bənzətmə və onu cisimləşdirməklə ya müattilə ya da müşəbbihə olurlar. Quranda bəzi ayələr var ki, məsələn, Allahın yədi keçən kəlmələr, tərcümədə zahiri mənası, ilk mənası, belə deyək, əl mənasıdır. Onu biz dərhal Allahın da əli var deyəriksə, biz amma insanın ağlında ilk formalaşan nədir? Əl bir cisimdir, bir parçadır, üzvdür. O zaman Allaha da belə bir şey nisbət eləməyimiz bizi səhv nəticəsi, küfrə aparır və belələrinə də tarix boyu mücəssimə deyilibdir, muattilə inkar edən, ümumiyyətlə sifətləri inkar edən bunlar deyiblər. Amma əhlüsünə mütəşabih ayələr qarşısında nə etmişlər? Susmuşlar, mənasını Allaha həvalə etmişlər. Elmdə dərinləşmiş şəxslərin payına mütəşabih ayələrə iman etmək, təvilini tərk etmək və Quran-ı Kərim oxuyarkən Allah Taala'nın onun yozumunu isə Allahdan başqa heç bir kəs bilməz ayəsində vəqf etmək, yəni dayanmaq düşər. Yəni, bu cür ayələrlə rastlaşdığımız zaman, məsələn, Allahın yəd dediyimiz kimi əl mənasında gəlir. Onu artıq izah etmək, təvil etmək, onun üzərində fikir yürütmək bir müsəlman üçün doğru deyildir. Amma sonraki dönəm alimləri, kəlamçılar belə deyək,
batil əhli ilə mübarizədə bəzən Quran və sünnəyə uyğun şəkildə müəyyən izahlar gətirmişlər. Amma ən doğrusunu Allah bilir deyib, muvaffiqləri, belə deyək, mənasını Allaha təhvid edənləri, həvalə edənləri yolunun daha sağlam olduğunu söyləmişlər. Bu yol sələfin yoldur. Sələfin dediyimiz, yəni bugünkü sələflikdən söhbət getmir. Yəni sələf öncəki alimlərdən, yəni sahabədən qəsd olunur. Mütəşabihləri təşbihə və tatilə girməyəcək şəkildə təvil edən xələflərin yolundan daha salamat olandır. Yəni, gözəl şey, yəni şəkilləndirmə vermədən, izah vermədən, yozmadan və yaxud da Allahın sifətini inkar etmədən izah etməkdir, xəbər verməkdir və üzərindən keçməkdir. İslamın ayağı ancaq təslimiyyətin və itaətin belində sabit dura bilər. İslamın ayağı ancaq təslimiyyətin və itaətin belində sabit dura bilər. Çünki İslam Allah Taalaya bütün işlərdə təslim olmaq deməkdir və müsəlman Allaha heç kəsi şərik qoşmadan əməllərini xalis Allah üçün edəndir. İmam Tahavinin işlətdiyi bel sözündə təşbih, yəni bənzətmə vardır. O, İslama ayaq nisbət etmişdir ki, bu ayaq mütləq bir şeyin üzərində durmalıdır. İmam burada istiarə edərək itaətə bel nisbət etmiş və İslamın ayağının ancaq bu bel üzərində, yəni bir gövdə üzərində sabit dura biləcəyini qeyd etmişdir. Çünki İslam Allaha itaətin özüdür ki, bu da ancaq təslimiyyət, İslamın əhkamına və onun hökm etməsinə etiraz etməməklə ola bilər. Mövzu burada bitir. Ondan sonra mövzunun anlaşılması üçün suallar, 2 sual qoyubdur. Allah Taalanı qiyamətdə görmənin həqiqəti nədir? Allah Taalanı qiyamətdə görmənin həqiqəti nədir? Yəni, belə deyək, mahiyyəti nədir? Görəcək gözlə. Biz istiqamətsiz. Bəli. Cisim yoxdur. Məsafədə görməyəcəyik. Görmənin var olduğunu Quranla sabitdir. Belə bilirik, inanacağıq. Qiyamət günü möminlər görəcəklər. Müəyyən məsafədə olmadığını inanırıq. Müəyyən həcmdə görməyəcəyik. Çünki bu cisimlərə xas olan bir xüsusiyyətdir. Müəyyən kütləyə sahib olan bir varlıq kimi görməyəcəyik. Sadəcə görəcəyik deyib keçirik. Amin. Allah tüm müsəlmanlara nəsib eləsin. İkinci sual, mütəşabih ayələrin təbili barədə nə deyə bilərsiniz? Mütəşabih ayələr. Mütəşabih ayələr dedik ki, çətin anlaşılan ayələrdir əsasən Quranda. Bəli, anlaşılmırsa bu cür ayələrin mənasını Allaha həvalə eləməliyik. İlk alimlərin vəzifəsi təhqiq etmək olubdur. Yəni, mənasını Allaha həvalə eləmək. Dedik ki, yəd bir mənası əldir, amma başqa bir çox mənaları da vardır. Amma ilk mənası, ilk yəd deyər kimi insanlar zahiri mənası əldir, başqa mənaları da var. Amma biz nə deyirik? Deyirik ki, artıq Allahın yədi keçirsə və bu əl mənasına da gəlirsə, biz burada nə qayırmalıyıq? Dayanmalıyıq. Dayanmalıyıq çünki bu əl mənasına gəlirsə, artıq belə çıxır ki, biz Allahı orqanda, kimsə bunu orqan kimi başa düşə bilir, düzümü? Düşə bilər. Allahın bir orqanı varsa, demək ki, Allah parçalardan ibarətdir. O da demək ki, gəlib bir yavaş-yavaş o da yaradılmışa xas olan xüsusiyyətlərə xas şeylər verir biz Allaha. Bu da batil düşüncədir.